Salam dostlar, xoş gördük. Bugün sizinle 13 başka oyundan ne kadar gelir götürdüğüm hakkında video paylaşacağım. Nəzərinizə çatdırım ki, sentyabr ayının əvvəlindən mart ayının sonuna kadar olan müddətdə, yəni 7 ay müddətində qoyunların ot, yem, dərmanlara və s. xərclərim 1435 manat, yəni pul xərcləmişəm. Bu xərcin əslində müəyyən qədər çox olma səbəblərindən biri heyvanlara otu, yəni yayın sonlarında aldığıma görə biraz xərc daha çox çıxır. Məsələn, yaydan biçim vaxtı məsələn arpanı ya buğdanı yerində, yəni sahədən ala bilsəydim, xərclər bu qədər olmazdı. Bəlkə də 1000 manata başa gələrdi. Yəni bir 500 manat oradan artıq pul xərcləmişəm. Bunun da səbəbi əslində yay vaxtı qoyun alacağımı düşünməmişdim. Bu qoyunları avqust ayının sonunda almışam. Qoyunlar 12 baş qoyun, bir qoçdur. Bu qoyunlardan 10 baş hal-hazırda yəni quzu var. Quzular da noyabr ayının ortalarından doğmağa başlayıb. İndi nə qədər belə deyək də pul xərclədiyimi xatırlatdım, dedim sizə. İndi nə qədər xeyir götürə biləcəyimi nəzərinizə çatdırmaq istəyirəm. Ortalama 10 quzunu 300 manatdan satış edə bilsən 3000 manat pul edir. Yəni onun da 1500 manatını heyvanların otuna, yeminə xərcləmişəm. Belə deyək, 1500 manat heyvanlardan xeyir qalmış olur. Sonra qoyunların əlavə olaraq ikinci dəfə, yəni yayın sonlarına, payızın əvvəllərinə ikinci dəfə doğma ehtimalı da var. Məsələn, qoyunlardan biri artıq doğandan sonra bir mart ayının ortalarında qoçlanır. Çox güman ki, qoyunların 70-80% yəni növbəti ayda, yəni aprel ayında qoçlansa, təxmini bir yay üçün 5-6 quzu götürsən, hələ onu bu xərclərə, bu qazanca aidiyyət olmadan hesablayıram. Ortalama hələ mən qoyunlara qapalı, yarım qapalı açıq şəraitində baxmışam. Çünki bu işimlə əlaqədar olaraq məsələn elə günlər olur ki, hava yaxşı olur, heyvan məsələn çıxartsan həyətdə, geniş həyətdə otlaya bilərlər. Amma sadəcə səhər işə getdiyimə görə məsələn işim də günortaya qədərdir. Günortadan sonra gəlib çıxartmışam. Məcbur səhər otu çox tökürsən, yemi çox verirsən ki, qoyunlar arıqlamasın. Videolarda da demişəm, iş deyəndə mən müəllim işləyirəm. İşim günortaya qədər olur. Başqa da bu qoyunların artıq bugündən səhər otlarını dayandırmışam. Ancaq axşam ot atıram. Ot da az miqdarda, onu da azaltmışam. Artıq qoyunlar gördüyünüz kimi həyətdə normal otlaya bilirlər. Məsələn, qoyun sayı az olduğuna görə gəlir də sözsüz ki, az olur. Ortalama məsələn bir çox demirəm, 40-50 baş qoyun olsa, məsələn normal baxsan, ölüm itimi olmasa, hər hansı bir ciddi xəstəliklər olmasa,
normal gəlir gətirmək olar, götürmək olar. Yəni qoyunçuluq elə dədə-babadan gəlirli sahələrdən biri hesab olunur. Məsələn, yeminə otunu bol eləsən, yaxşı baxsan, ildə bir qoyundan 2 dəfə də bala götürmək mümkündür. Bu da otlu, biraz vurmağa meyillidir. Gördüğünüz qoyun həm yəni tez doğduğuna görə tezdə ikinci növbəyə də qoça gəldi. Quzulardan da 10 quzudur, onun 5 başı dişi, 5 başı erkəkdir. 2 baş dişini yəni daha xoşuma gələn quzular da onları damazda saxlayacağım. Qalan quzuları yəni satmaq istəyirəm. Düz əvvəlki videolarda demişdim dişi quzular hamısını damazlıq məqsədindən saxlamaq istəyirəm, amma 2 baş yəni saxlasam saxlayacağım. O da biri bu qoyunun quzusudur. Yəni belə deyək də, yəni doğumdan elə iri quzuydu. Yəni sürətlə böyüməsi daha sürətlidir. Bir də o qoçun arxasındakı Romanov qoyunun dönməsidir. Onun əkiz yəni doğmuşdu. Onun quzularından dişi quzusunu saxlayacağım. O da yəni belə deyək, böyüməsi, inkişafı o digər quzulara nisbətən daha yaxşıdır. Həm də ki Romanov qoyunları əkiz bala və yaxud da ki 3-əm, 4-əm bala verməsindən yəni yerli qoyunlardan fərqlənir. Sağ olun dostlar, bugünlük bu qədər video.